vətənim Azərbaycan, əbədi odlardan nişan. Adlı sanlı keçmişin var, sən böyütdün qəhrəmanlar. Qoca şərqin çırağısan, azadlığın bayrağısan. Tarix boyunca yadigar, iftixarlı asarın var. Sənsən bizə ana vətən, sənsən bizə nemət verən. Sənsən bizə ruh-ü rəvan, yaşa, yaşa Azərbaycan, Azərbaycan. Ey vətənin Azərbaycan, əbədi odlardan nişan. Adlı sanlı keçmişin var, sən böyütdün qəhrəmanlar. Ey vətənin Azərbaycan, əbədi odlardan nişan. Adlı sanlı keçmişin var, sən böyütdün qəhrəmanlar. Qoca şərqin çırağısan, azadlığın bayrağısan. Tarix boyunca yadigar, iftixarlı asarın var. Sənsən bizə ana vətən, sənsən bizə nemət verən. Sənsən bizə ruh-i rəvan, yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, aslanların məkanısan. Sən qurdun yeni həyat, xalqimizə verdin icat. Azərbaycan, Azərbaycan, aslanların məkanısan. Sən qurdun yeni həyat, xalqimizə verdin icat. Gözəl günlər gətiribsən, Səttərxanlar yetiribsən. Qoy yurdumuz cənnət olsun, düşman bağrı qanla dolsun. Sənsən bizə ana vətən, sənsən bizə şöhrət verən. Sənsən bizə ruh-i rəvan, yaşa, yaşa Azərbaycan. Sənsən bizə ana vətən, sənsən bizə şöhrət verən. Sənsən bizə ruh-i rəvan, yaşa, yaşa Azərbaycanda yeni hərəkat başladı, siyasi hərəkat başladı və o hərəkatın ardınca da Azərbaycan Demokratik Hərəkatı, Azərbaycanda və istilah firqə hərəkatı qabağa gəldi. Və onun qabağa gəlməyi ilə də bizim ana dilimiz mədrəsələrdə azad oldu və milli mətbuat yarandı. Və onun yaranması ilə demək olar ki, mənə bir çox açıq zəminə və açıq şərait yarandı. Təqribən demək olar, əvvəldə biraz az, vəli sonra çox ciddi surətdə mən mətbuatda fəaliyyətə başladım. Çox bir dolğun və mütənəvvi nümunələr biz onda verə bildik Azərbaycan folklorundan və xalqı tanış edə bildik folklorla və xalq ədəbiyyatımızla. Əlbəttə bilirsiniz ki, bu bir il davam tapdı və müəyyən
beynəlmiləli və stratejik totəllər nəticəsində Azərbaycanda o hərəkət davam tapanmadı və qana boyandı. Ona görə də bu iş dayandırıldı və o görülən işlərdən sonra da mesela bizim əziyyət çəkməyimiz az olmadı, narahatlıq çəkməyimiz az olmadı. Bəli və həməhal məsələ ötüşdü və keçdi. Amma hadisənin o cür qabağa gəlməsi və o xuşunət və rəhmsizlik ki, Azərbaycanda emal oldu 25-də mucib oldu ki, mən bir daha mesela öz içərimdə bir necə deyər, böhran-ı fikri təhammül edeyim və mesela bir böhran-ı ruhi keçirdim və o nəticəyi ki verdi buydu ki, mən bu nəticəyə yetişdim ki, gərək yazam. Amma xubla Türkçe yazmaq imkanı heç yox idi və əslən yox idi. Binabərin də benaçar 26'dan bu yana, yəni bir il ondan sonra başladım Farsça yazmaq. Azər ayı, nə gözəldir adın sənin, mən vermərəm səni ömrün onlarına, gəlişinlə çiçəkləndi bu vətənin, şöhrət oldun bizim odlar diyarına. Rəhbərimiz qələm çəkdi 11 aya, dedi Azər körpü olsun al səhərə, 21 Azər günün saya saya, qızıl xətlə yazdı səni təqvimlərə. Çaxdı şimşək bulutlardan yağdı yağış, coşdu sellər şaqqıldadı gendərələr, baş qozadı göy çəmənlər qarış-qarış, açdı qoynun dizə bağlı pencərələr. Səhən baxdı ah bir çəkdi savalana, gördü gülür həna yaxıb əllərinə, al günəş də kənarında yana-yana, sığal verir onun qara tellərinə. Car çəkildi şəhərlərə, obalara, səs verildi elin sevən vəkillərə, milli məclis şəvəq saçdı bu diyara, arxalandı Azər adlı nəsillərə. Nitqə gəldi bu məclisdə pişəvəri, el dərdi ilə alovlanan fərzanəmiz. Mən də gördüm danışanda o rəhbəri, dedim tazə babək doğub zəmanəmiz. Böhtan demək bir yörsədə asan deyil, səsimizə səs verib xalqın səsi. El yapışdı bu məclisin ətəyindən, güldü solan qəlbindəki muradları. Üfüqlərdən əsən bahar küləcindən, ilham aldı könüllərin qanadları. Lotulardan nə iz qaldı, nə də əsər, gözdən itdi əli qəmə çomaqlılar. Təngələrdə baz alanlar, baz verənlər, kör rəhim tək həramilər yox oldular. Şair, sənin yadındamı o dövranlar? Kəntli dedi, mən də bir insanam daha. Baxdıqca üfüqlərə gördü bahar, qələm çəkir keçmişdəki min günaha. Şair, neçən danışmısan, yaz qələmin, carçı olsun, öz gördüğün şad günlərə, Şah Əli ilə pərdələnmiş o aləmin, həqiqətin tarix deyə yaz dəftərə. O zamanlar məktəblilər ilkin dəfə, nan yerinə çörək yazdı dəftərinə, sevincindən baxa-baxa hər tərəfə, gözün dikdi sabahın al səhərinə. Yaz sözlərin dönsün durna qatarına, əlin sıxsın hicrandakı könüllərin, qədəm qoysun pişəvəri məzarına, alqış desin haqq sayına o rəhbərin. Pişəvəri çox yüksək səviyyəli, siyasi cəhətdən məlumatlı və dolğun bir adam idi. Eyni zamanda onun çox gözəl nitqi var idi. Məsələn, ona görə Pişəvəri eləyə bilirdi ki, elə bir nitqi ilə demək cəmaatın qəlbini, ürəyini ələ alsınlar. Bu bir tərəf idi. İkinci tərəfdən Pişəvəri doğrudan da rəhbəridir. Siyasi hadisələri çox yaxşı bilirdi. Ona görə ki, Bakıda Ədalət Partiyasında olmuşdu. Sonra buradan getmişdi. Sada Cənubi Azərbaycanda nədir o? Pəhləvi tərəfdə hökumət yaranmış deyə yadımdan çıxar. O hökumətin xarici vəziri olmuşdu. O xarici vəziri olan vaxtlarda çox siyasi məsələləri, İranın daxili məsələsini çox yaxşı bilirdi. Ona görə Pişəvəri mənə elə gəlir ki, əsli mənada rəhbəridir.
əsl mənada rəhbərdir. Pişəvərini məcbur elədi. Sovet hökuməti, onun günahı Sovet hökumətində oldu. O milli hökumətin demək ki, məğlubiyyətini məcbur elədilər, geri çəkdilər. Biz vuruşmadıq. Mən bir dəfə də zaten Mirzə İbrahimovun, ondan sonra Hüseyin Mehdinin zadın yanında Moskvaya gedirdik. Qatarda belə bir sual ortalığa çıxdı. Mən orada dedim, düzdür, Mirzə İbrahimovun xoşuna gəlmədi. O Mirzəfər Bagirovun adamı idi. Dedim ki, biz məcbur, razı idik ki, cəbhədə ölək, Bakıya qalıb, qayıdıb bu cür məğlub vəziyyətdə Bakıda yaşamayaq. Qoymadılar, təşkil eləmədilər, dağıtdılar. Yoxsa fədailər vuruşacaqdı və inanın ki, heç İran qoşunları Qaflantıdan bu tərəfə keçə bilməyəcəkdi. Qaflantını bağlamışdılar. Amma Pişəvəri ki, məcbur elədilər, vəzirləri ilə, bir neçə vəziri ilə çıxdı, gəldi. Zada Bakıya gələndən sonra millətin arasında panika yarandı. Panika başa düşsəndə belə bir hayküy yarandı ki, bəs milli hökumət dağıldı, Pişəvəri. Mən dəfələrlə demişəm, orada konferansda da dedim və elə konferansda onu deyəndən sonra yazılı surətdə istifa verdim ki, mən Azərbaycan Demokrat firqəsini bərqərar olmağını istəyirəm. Hizb-i Tudə İranın Azərbaycan şöbəsi, Azərbaycan Demokrat firqəsi, onu deyirəm, bizə zorla boğazımıza soxdular. Moskva soxdu. İndi Moskva özü öz dediklərini inkar eləyir. Biz niyə onun o vaxtları dediyini elə özümüzü hizbə bağlayaq? Biz özümüz müstəqil olmuşuq, müstəqil yaranmışıq, müstəqil dövlətimiz olub. Elə indi yenə müstəqilliyimizi elan eləyək də. Mən öz qardaşıma mehman gələndə bir qələm, bir dəftər, bir can gətirdim. Dağların döşünü toplar dələndə bir ləkə düşməyən vicdan gətirdim. Mən onu günəşdən təmiz saxladım, canımdan, gözümdən əziz saxladım. Bu kiçik qəlbimdə dəniz saxladım, bir xilqət görmədi pünhan gətirdim. Ucuz tutmasınlar bu sovqatımı, hissimi, duygumu, ehsasatımı. Mən öz varlığımı, öz həyatımı doğma qardaşıma qurban gətirdim. Ürək dağ deyildir, bir parça ətdir, bəs onu yaşadan hansı qüdrətdir? Bir ümid, bir arzu, bir məhəbbətdir, mən o məhəbbətdən nişan gətirdim. Qardaşım, illərlə istədin ki sən, öz ana yurdumda azad olum mən, lakin cəlalımı dağıtdı düşmən, tək sənə güman gətirdim. Yenə Azərbaycan qan ağlayır qan, o azad olmasa yaşamam inan, gərək mən Təbrizə qayıdan zaman deyəm ki, təzə bir dövran gətirdim. Pişəvərin bir fərd kimi ayırmaq olmaz onu. İstər Sattar xan olsun, istər Məhəmməd Əmin olsun, istər Şeyx Məhəmməd Xiyabani olsun, istərsə Pişəvəri olsun. Bunlar bir silsilə Azərbaycan xalqının mübarizəsində önə çıxan və ona rəhbərlik edən adamlardır. Bu Azərbaycan xalqının mübarizəsidir. Deyək ki, 20-ci ildə Azərbaycanın güneyində, Təbrizdə inqilab baş verir, hökumət yaradılır, 6 ayda özür. Bu xalq hökumət istəyir və demokratik bir cəmiyyət istəyir. 6 ay gücü çatır, o xalq qərarını saxlamağa, imperiyaların içərisində. Yenə bu iradə ilə yaşayır. O zaman bir yaxşı bir yazı vardı, bizim cəsimizdə onu oxudum. Orada belə deyir ki, Sattarxan hərəkatında iştirak edənlər qətlə yetirildi. Onların övladları 20-ci ildə hərəkat başladılar. Onlar qətlə yetirildi. Onların nəvələri 45-ci ildə hərəkat başladılar. Yəni bilirsiniz, millət mübarizə aparır,
onun qabağını alırlar, sonra yenə qüvvəsini toplayır, o birisi nəsil gəlir həmin xəttə var. Çünki millət bir şey istəyir, azadlıq və demokratiya. Orada 6 ay yaşayır. Azərbaycan xalqı gücünü toplayır, bir də 45-ci ildə qalxır. Bu 1 il yaşayır. Bu dəfə demək bir də gücünü toplayırsa, ondan sonra 3 il yaşayır və yaxud 5 il yaşayır və başlayır yoluna düzəlməyə. Yəni Azərbaycan xalqı əsrin başlanğıcından indiyə qədər həm Təbrizdə, həm Bakıda azadlıq, azadlıq və demokratiya. Azadlıq bunu istəyir. Bizdə də elə deyək, 23 ay yaşadı 18-20-ci ildə. Gəldilər, məhv elədilər. Bu dəfə deyək, başladıq. İndi biraz deyək, bir artıq 8 ildə, 10 ildə yaşayırıq. Sən deyək ki, artıq bu, mən inanıram, bu dəfə ki, Azərbaycan quzeyindəki daimilik olacaq. İndi güneyindəki də yenə bir dəfə olub 6 ay. Sən Sattarxan hərəkatında oldu bir neçə gündə, deyək, bir neçə ay Təbriz müstəqil oldu inqilabçıların əlində. Sonra gəldi isə 20-ci ildə dövlət oldu. Əməlli dövlət elan elədilər, 6 ay yaşadı. Sonra gəldi 45-ci ildə yenə dövlət elan elədilər. Azərbaycan Demokratik Cumhuriyyəti 1 il yaşadı. Allah qoysa bu dəfədə baş verəndən sonra daimi olacaq. Bəli, bu görsənir, yenə həmin yol başlayır. Həmin yol yenə də xalq qüvvəsini toplayır. Yaxın bu 10 ilin içərisində Azərbaycan güneyində müstəqil bir dövlət çıxacaq. O dövlət isə, deyək, o birisləri daha yaşayacaq, daha məğlub olmayacaq. Onun uzun ömürlüyünü indi. O uzun ömürlüyünü, çünki dövrün özü dəyişdi. Biz elə bir dövrə düşdük ki, Sattarxan hərəkatında başlayır, xalq oyanır. Bir balaca özünə gəlib, hərəkətə başlayanda 1-ci Dünya müharibəsi başlayır, başlanmaqdadır artıq. Sattarxan öldürüləndə, demək ki, 14-cü ildə öldürülür. O zaman da artıq 1-ci Dünya müharibəsi 12-ci ildən havası gəlirdi onun. Bütün dünyanı tutmuşdu. Bunu görürdülər. Bir şey dayandı. Gəldilər 1-ci Dünya müharibəsi qutardı. 20-ci ildə yenə xalq qalxdı, gücün azadlığını əldə elədi. Rus imperiyası gəldi, Qırmızı imperiya. Gəldi, hamısını məhv elədi. Burada Azərbaycanda, burada da məhv elədi, Güneydə də məhv elədi. Sonra 45-ci ildə Güneydə yenə qalxdı. 2-ci Dünya müharibəsindən sonra. 2-ci Dünya müharibəsinin ərəfəsində qutaranda. Onda da dünya çalpaşıqdır. İmperiyalar bilmirdi, neynəsin, Çində, nə bilim, məhəllətdəsə dövlət yaranmaq fikirləri gəldi, Çankaşı orada baş qaldırmışdı, Masudun baş qaldırmışdı, Hindistan baş qaldırmışdı, Böyük Britaniya imperiyası içərisindən çalxalanırdı, dünya qaçmışdı bir-birinə, bizi də orada görən yoxdur. Ancaq indi elə deyil, indi dünya sakit. Dərdi dərd olmuşdur elin də mənə, ağladım bir naşı güləndə mənə, heç kəs ağlamasın öləndə mənə. Mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam. Mən gərək sahili sahilə qoşam. 2 bölünməkdən elə qorxmuşam, çöpü də 2-yə bölmərəm daha. Dənizlər, dəryalar mənə dayazdır. Ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin, azadlıq azdır. Görüşsəm ayrılmaq bilmərəm daha. Mənim saadətim hardasa itdi, o asan gəlmişdi, asan da getdi. Mənə nə etdisə saadət etdi, bədbəxt saadətə gülmərəm daha. İnsan gərək necə yansın ki, necə ağrısın ki, saadətə bədbəxt saadət desin. Bir illik saadət, bir illik azadlıq, bir illik xülyalar və sonluq isə 20-ci əsrin böyük faciələrindən biri sayıla bilər. Düzdür, dünyanın böyük dövlətləri bunu görməzlikdən gəldilər, ahnaləni eşitmədilər. 25.000 insan qanına qəltan edildi. Adamları təndirə atıb üstündə çörək pişirdilər. Ayaqlarını nallayıb qaçmağa məcbur elədilər. Hörgüyə hörüb sementlədilər. Bu izlədiyiniz kadrlardakı insanların çoxunu dara çəkdilər. Dara çəkilənlərin arasında az yaşlı uşaqlar da vardı. Şah qoşunu ilə Ərdəbilə girəndə bir Azərbaycanlını qabağında qurban kəsdilər. Bunlar faktdır. Bunlar tarixdir. Ümidlə, kitabla, qələmlə bir xalqa yaşamaq öyrədə bilməzsən, ölməyi öyrədə bilməsən. Ərk qalasında 18 zabit ölənəcən döyüşdülər. Bu oğulların içində bir oğul var. Edam olunanda 28 yaşı varmış. Azərbaycanın baş prokuroru Firidun İbrahimi. Bir vaxtlar oxuduğumuz Gələcək Gün romanının qəhrəmanı. Xalqa ləyaqətlə ölməyi öyrədən oğul. O günün gələcəyinə inanmaq istəyirəm. Firidunun məzarı üzərində abidə qoyulacaq günün.
Firidun kimi oğulların yenə də doğulacağı günün gələcəyinə inanmaq istəyirəm. Qəriblik nəyə deyirlər? Ona deyirlər ki, yəni ki, burada qohum qardaşın olmur. Səni təvəllüd gününə çağırmırlar, toya çağırmırlar, yas yerlərini indi özün gedirsən, bu olur qəriblik, yəni kimsəsizlik. Səni heç kəs dindirmir, can oğul sözü eşitmirsən bacıdan, anadan, can bala sənə qurban olum sözü. Azərbaycan kişiləri bunu uşaqlıqda öyrənib eşitməyə bacısından, anasından. Biz onları eşitmirdik. Biz elə bu cür o düyünü yavan yeyirdik, yəni yavan, xuruşsuz, zadsız, yaxsız. Bax, ona qəriblik, əlbəttə qəriblik deyirəm. Ancaq mən həmişə özümə qərib deyərdim, yadımdadır hələ o gənc nəsil hələ böyüyəndə. Ancaq bir yerdə o qərib sözünü tərk etdim. Harada? Şüvələndə yaradıcılıq evini açırdıq. Bizim hörmətli prezidentimiz Heydər Əliyev orada çıxış elədi. Mənə də söz verdi. Mənə də söz verəndə mən çıxdım, danışırdım. Dedim ki, bəs hərdən mən qəriblik hiss eləyirəm. Belə qollarım yanıma düşür. Bir də görürəm Xəlil Rıza, Məmməd Araz, ondan sonra Cabir Novruz, Nəriman Həsənzadə, Nəbi Xəzri sağdan soldan girirlər qoluma. Sonra sənə nə olub? Qardaş, sənə nə olub? Niyə başın aşağıdır? Dedim, o vaxt, hörmətli prezident, o vaxt birinci katib idi Heydər Əliyev. Dedim ki, Heydər Əliyev, onda mən sizin əlinizin istisini sol çiynimdə hiss eləyirəm həmişə. Ki, o Heydər Əliyev qalxdı, dedi ki, niyə özüvə qərib deyirsən? Ona da təsir eləmişdi mənim sözüm. Dedim, mən necə deyim, Heydər Əliyev? Dedi ki, biz sənə nəinki qərib deyirik, heç sənə qardaş deməyə ixtiyarımız yoxdur. Çünki biz qardaşı özbəyə deyirik, Rusa deyirik, Gürcüyə deyirik. Sən bizim süfrəmizin bir üzvüsən, xalqımızın bir oğulsan. Bax, o vaxtdan biz bu qərib sözünü mən götürdüm. Mən istərəm o dağlardan keçməyə, kaş yarıda qalmayaydı bu yollar. Əyilib buz bulaqlardan içməyə, kaş yarıda qalmayaydı bu yollar. Savalanın zirvəsi qar olar hey, zaman zaman orada duman qalar hey. Mən getməsəm bənövşələr ağlar hey, kaş yarıda qalmayaydı bu yollar. Biçənəklər əllərimin həsrəti, aylarımın, illərimin həsrəti. Bağım, baxcam, yollarımın həsrəti, kaş yarıda qalmayaydı bu yollar. Çalınmamış toylarım var o tayda, yaşanmamış aylarım var o tayda. Deyilməmiş boylarım var o tayda, kaş yarıda qalmayaydı bu yollar. Deyən yox bu sinən üstə nə közdü, ayrılığı taleyinə kim yazdı? Loğmanım da, dərmanım da Təbrizdir, kaş yarıda qalmayaydı bu yollar. Anam vardı qalıbdı yaddaşımda, ayrı düşdüm ondan bahar yaşımda. Bahar ömrün sevdaları başımda, kaş yarıda qalmayaydı bu yollar. Çaxılmayan şimşəklərdə gücüm var, tufanlarda, küləklərdə gücüm var. Əyilməyən biləklərdə gücüm var, kaş yarıda qalmayaydı bu yollar. Sellər, sular durulmasa nə fayda, o zəncirlər qırılmasa nə fayda. Durulası çaylarım var o tayda, kaş yarıda qalmayaydı bu yollar. Sovetlər Cənubi Azərbaycan məsələsinin həll olunmasını istəmirdi. Yəni, məsələnin belə qoyuluşu yanlışdır. Sovetlər bunu istəyirdi. Sovetlərin Cənubi Azərbaycanda iki məqsədi vardı. Ərazi ekspansiyası və neft məsələsi vardı. İlk əvvəl onlar bunun ikisinə də nail olmaq istəyirdilər. Və Amerika Dövlət Departamenti qəvama sorğu verəndə ki, əgər Sovetlər yol ayrıcılığında qalsalar, bu iki məsələdən hansına üstünlük verəcəklər? Qəvam öz izahında yazır ki, əgər məsələ bu iki yol ayrıcılığından birinə gəlib dayansa, Sovetlər neftə üstünlük verəcəklər. Yəni, bu artıq qəvamın rəsmən Amerika Dövlət Departamentinin sorğusuna verdiyi cavab. Heydər baba yıldırımlar çaxanda, Heydər baba yıldırımlar çaxanda, Sələr sular şaqqıldaşı baxanda, Sələr sular şaqqıldaşı baxanda, Qız
Qızlar ona səhv bağlayıb baxanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun Şövkət izləyirsən, mənim də bir adım gəlsin deyirsən. Salam olsun Şövkət izləyirsən, mənim də bir adım gəlsin deyirsən. Heydər baba gün sinəni dağlasın, Heydər baba gün sinəni dağlasın, üzün gülsün qulaqlarım ağlasın, üzün gülsün qulaqlarım ağlasın, uşaqlarım bir dəstə gül bağlasın, uşaqlarım bir dəstə gül bağlasın, yel gələndə ver gətirsin bu yalan, bəlkə mənim yatmış vaxtım o yalan. Yel gələndə ver gətirsin bu yalan, bəlkə mənim yatmış vaxtım o yalan. Heydər baba igidəmə yitirməz ömür keçər, əfsus bəhrə yetirməz, yetirməz. Heydər baba yolun səndən kəc oldu, Heydər baba yolun səndən kəc oldu, ömür keçdi gələnmədim gec oldu, ömür keçdi gələnmədim gec oldu, heç bilmədim gözəllərin nec oldu, heç bilmədim gözəllərin nec oldu. Bilməz idim döngəlik var, dönüm var, itkinlik var, ayrılıq var, ölüm var. Bilməz idim döngəlik var, dönüm var, itkinlik var, ayrılıq var, ölüm var.